Salam, hər vaxt xeyir olsun. Bugün Güvən Riyaziyyat 5-ci sinif kitabından sınaq 4-dən bəzi suallara baxacağıq. Deməli, birinci sualda deyir ki, çıxma əməlində azalan 23,5, 23,5 çıxılan 10,49 olarsa fərqi tapın. Fərqi də tapmaq üçün bunları alt-alta çıxsaq, 23,5-dən çıxırıq 10,49-u. 15-dən 9 çıxırıq 6, 9-dan 4 çıxırıq 5, 2 qalmışdı, 2 gəldi aşağı, 2-dən 1, 1. Cavabımız olur 13,56 A variantı. Növbəti ikinci suala baxaq. Deməli, 91 bölünsün 4 üstü 2, çıxılsın 3 üstü 2 bərabərdir. Birinci əməldə 4 üstü 2-ni tapırıq, 4 vurulsun 4 bərabərdir 16. İkinci əməldə 3 üstü 2-ni tapırıq, 3 vurulsun 3 bərabərdir 9. Üçüncü əməldə mötərizədən çıxsaq 16-dan 9-u çıxırıq qalır 7. Dördüncü əməldə də 91-i bölürük 7-yə bərabər olur 13-ə. Doğru cavab C variantı. Növbəti üçüncü suala baxırıq. Deyir, Zaur 3 gündən 1, Malik isə 4 gündən 1 növbədə olur. Onlar eyni gündə növbədə olduqdan neçə gün sonra təkrar eyni növbədə olurlar. Deməli, bunların əkobunu tapmaq lazımdır. Hansı ən qısa müddətdə də, ən kiçik məsafədə, yəni ən kiçik zaman müddətində əkob deməkdir. 3 ilə 4-ün əkobunu tapırıq. 3 ilə 4 də ardıcıl ədəd olduğuna görə qarşılıqlı sadələkdir. Əkob onların hansına bərabərdir? B variantı. Növbəti dördüncü suala baxırıq. Deyir, aşağıdakılardan hansı bərabərlik doğrudur? Deməli, burada 3-dan 4-də 2, 4-ü 3-ə vurub, üzərinə 2 gəlməkdir. 4 üçün 12, üstünə 2 gəlindir. Bu 4-də 14 eləməkdir. Amma 4-də 11-dir. A variantı yanlışdır. 4-dan 5-də 1 düzgün olmayan kəsrə çevirəndə 5-i 4-ə vururuq 20, üzərinə 1 gələndə 21. Yəni bu 5-də 21 olmalıdır. 5-də 9 yazıblar. C variantında isə 3-də 3-ü 2-yə vururuq 6, üzərinə 2 gəlirik 8. 3-də 8, 3-də 8-ə bərabərdir. Doğru cavab C variantı olacaqdır. Növbəti 5-ci sualda ilk növbədə mötərizə həll olunur. Yəni birinci əməldə 0-dan %35-in üzərinə 0,72 gəlirik. 7, 11 yadda 1. Sonra ikinci əməldə də 1,7-ni bölürük 0,1. Tamlar vuruldu, 1 0 atıldı. Deməli, biz 107-ni 10-a böləcəyik. Bir dəfə 10, 7-ni gətiririk. Bölünmədi 0 dəfə, 0, 0 atdıq, tam atdıq. 70 10-a böləndə 7 dəfə. Cavab oldu 10,7 D variantı. Növbəti 6-cı suala baxırıq. 6-cı sual deyir, mağazadakı yumurtaların 8-də 3-ü satılmışdır, 8-də 5-i daşınma zamanı qırılmışdır. Mağazada yumurtaların hansı hissəsi qalmışdır? Deməli, uşaqlar, biz satılan ilə qırılanı toplayaq. Görək, ümumi nə qədər azalma var da. 8 ilə 48-ə, 48 8-ə bölündüyünə görə əkob 48-dir. 48-i 8-ə böləndə 6 edir, 3 6-dan 18. Üzərinə gəlir 48-i 48-ə böləndə 1, 5 birində 5. Bərabərdir 48-də 23-ü azalıb. 48-dən 23-ü gedibsə, nə qədəsi qalıb deməli, tam hissəsi 48-də 48-dir, çıxırıq gedəni, yəni azalanı 48-də 23-ü. Bərabərdir, məxrəc olduğu kimi qalır, sürətləri çıxanda 48-dən 23 çıxanda qalır 25. Deməli, 48-də 25-i doğru cavab B variantı qalmışdır. Növbəti. Deməli, 7-ci suala baxırıq. 7-ci sualda deyir ki, rəngi dəyişək, görəlim. Bir tam 2-də 1 vurulsun 2 tam 3-də 2. Qarşı kəsiləri vurulmamışdan qabaq ilk növbədə bunları düzgün olmayan kəsirə çeviririk. 2 1-in 2, üzərinə 1 gəlirik. 3 vurulsun 3-də 3 2-nin 6, üstünə 2 gələndə 8. Burada 3 ilə 3 ixtisar getdi, 2 ilə 8 getdi, 4 qaldı. Cavabımız oldu 4-ə bərabər D variantı. Növbəti. 8-ci sualda deyir, kiloqramı 3,175 manat olan armudun 5 kiloqramı neçə manatdır? Deməli, 1 kiloqramı 3,175 manatdırsa, 5 kiloqramını tapmaq üçün 3,175-i vurmaq lazımdır 5-ə. 5 5-in 25, 2 yadda, 5 7-in 35, o da 37. 3 yadda, 5 üçün 15, o da 3 18. Cavab olur 18,175 manat D variantı.
Növbəti sualımıza baxırıq. Deyir, koordinat cütləri hansı nöqtələrə uyğundur? Demək olar, birinci koordinat cütümüz 5, 3-dür. Yəni, x-in 5, y-in 3 qiyməti. Bunların kəsişdiyi nöqtə F nöqtəsi oldu. Sonra x-in 3, y-in 6 qiyməti. X-in 3, y-in 6 qiymətində görüşdüyü nöqtələr U nöqtəsi olacaq. Deməli, bizim cavabımız olacaq F və U nöqtəsi. Doğru cavab B variantı. Növbəti 10-cu suala baxırıq. Deyir, hansı ədədin 100 misli 57-dir. Bilmirik hansı ədəddir. Onun 100 misli, yəni 100-ə vurulmuş halı 57-dir. X-i də tapmaq üçün 57-ni bölürük 100-ə. Bu da bərabər olur 0,57-yə. Növbəti 11-ci sualda deyir, 120 nəfər turistin 35% ingilisdir. Turistlərin neçə faizi ingilisdir? Deməli, 120 nəfərin 35%. Ədədin faizini tapanda verilən ədədi faiz göstərənə vurub 100-ə bölmək lazımdır. 12-nin 1 sıfırına 100-ün 1 sıfırını atsaq, 10-la 35 5-ə gedəndə 2 qalır, 35-də qalır 7, 2 ilə də 12 getdi, qaldı 6. 6-nı da 7-yə vuruq, cavabımız olur 42. Doğru cavab B variantı. Növbətiyə baxırıq. 12-ci sual. 12-ci sualda deyir, sinifdəki şahidlərin 12-də biri qara, 6-da biri yaşıl, 4-də biri qonur və 2-də biri qəhvəyi gözlüdür. Sinifdə hansı rəngli gözə sahib olan şahidlərin sayı azdır? Deməli, hansı kəsirin az olmağını deyir. Burada da sürətləri bərabər olan kəsirlərdir hamısı. Sürətləri bərabər olan kəsirlərdə məxrəci böyük olan kiçik olur. Deməli, 12-də bir kiçikdir, yəni qara rəngli kiçikdir. Doğru cavab A variantı olacaq. Növbəti sualımıza baxırıq. Deyir, 3 misli ilə 4 mislinin cəmi 168 olan ədəd tap. O ədədimiz x olsun. 3 misli olacaq 3x, 4 misli olacaq 4x və bunların da deyir cəmi 168. Toplayanda 7x bərabərdir 168, x-i də tapmaq üçün 168-i bölürük 7-yə. X də bərabərdir 24 dəfə. Deməli, ədədimiz oldu 24-ə bərabər D variantı. Növbəti. Deyir, aşağıdakılardan hansının ifadə etdiyi dəyər daha böyükdür? Demək olar, birincisinin 50%-ni verirsə, digərlərini də faizə çevirər. 5-də 3-ü faizə çevirmək üçün 100-ə vurmaq lazımdır. 100 ilə 5 getdi, 20 qaldı. 3-ü də 20-yə vuranda, bu ilə də 60%. 0,48, 100-ə vuranda 48% eləyir. 0,8-i 100-ə vuranda 80% eləyir. Hansı dəyər daha böyükdür deyirsə, demək 80%-imiz çoxdur, cavab D variantı. Növbətiyə baxırıq. 15-ci sualda deyir, şəklə əsasən 2 alfa hissəyə betdən ataq. Demək olar, burada 145 ilə beta bucaq qarşılıqlı bucaqdır, bir-birinə bərabərdir. Deməli, beta da 145-dir. 145 ilə alfa isə qonşu bucaqdır. Qonşu bucaqların cəmi 180-dir. Onun 145-i varsa, 180-dən 145-i çıxanda 35 dərəcə budur. Deməli, digəri də 35 dərəcə olacaq. Çünki bunlar da qarşılıqlı bucaqlardır. 2 alfa, yəni 2 dənə 35, çünki biz alfanı 35 tapmışıq. Üstə gəlir, betamız da 145-dir. 2-ni 35-ə vuranda 70 eləyir, üzərinə 145 gəlir, bu deyir 215-ə bərabər C variantı. Növbəti 16-cı suala baxdıq. 16-cı sualda deyir, 35 dovşandan 21-i ağ rəngdə, qalanları isə boz rəngdədir. Dovşanların neçə faizi boz rəngdədir? Deməli, ümumi dovşan 35-dir. Ağ rəngdə olanlar 21-dirsə, boz rəngdə olanları tapmaq üçün 35-dən 21-i çıxarıq, 14 nəfər. İndi boz rəngdə olan 14 nəfər ümumi dovşanların neçə faizdir? Yəni 35-dən 14-dirsə faizi tapmaq üçün 100%-ə vurmaq lazımdır. 14 ilə 35 7-yə gedər, 14-də 2 qalar, 35-də 5 qalar, 5 ilə də 100 gedər, 20 qalır. 2-ni də 20-yə vuranda cavabımız olar 40%. Deməli, dovşanların 40%-i boz rəngdədir. Növbəti. 17-ci suala baxırıq. 17-ci sualda deyir, Samir 150 manat borcunun 5-dən 2 hissəsini ödəyir. Tapmaq görə qədər neçə manat ödəyir? 150-ni, yəni 5-də 2 hissəsini tapmaq lazımdır. 150 ilə 5 getdi, qaldı 30, 30-u da 2-yə vuruq. Deməli, 60 manat ödədi. Amma görün, nəsə olsun uşaqlar? Neçə manat borcu qalar? Bu 150 manat borcunun 60 manatını ödədi. 0, 90. 90 manatı qaldı. Bizdən neçə manat borcu qalar deyirsə, deməli, 90 manatı qalacaq. Bu belə. 18-ci suala baxırıq. 18-də deyir ki, 6x çıxılsın 2 bərabərdə 28 tənliyini həll edir. Burada uşaqlar 6x-i saxlayırıq.
28 çıxılsın 2-ni atsaq sağ tərəfə olur üstə gəlir 2 və 6x bərabərdir 28 üstə 2 eləyir 30. X də bərabərdir 30-u 6-ya bölürük, cavab olur 5-ə bərabər, B variantı. Növbəti. 19-cu sualda deyir ki, 5-də 3 üstə gəlir 5-də 2 çıxılsın 5-də 1. Demək olar, bunların məxrəcləri eyni olduğuna görə olduğu kimi qalır və sadəcə sürətləri hesablayırıq. 3 üstə gəlir ki, 5, 5-dən 1 çıxanda 4 edir, cavabımız C variantı. Belə. Növbəti 20-ci suala baxaq. Deməli, 20-ci sualda deyir ki, A, O və B nöqtələri bir düz xətt üzərindədir. Şəklə əsasən X-i tapın. Demək olar, bu bir düz xətt üzərindədir, yəni açıq bucaqdır. Açıq bucaq 180 dərəcədir. Biz onun 70 ilə 60-ını toplayırıq. 130-u varsa, 180-dən də bunların cəmi 130-u çıxırıq, qalır 50 dərəcə. Deməli, X-imiz oldu 50 dərəcəyə bərabər. Növbətiyə baxaq, 21-ci sual. Deməli, deyir, X kiçikdir 3,124 bərabəsini ödəyən ən böyük natural ədəd. Yəni, X 3,124-dən kiçikdir. 3,124-dən kiçik də ən böyük tam ədəd təbii ki, B variantı olacaq 3. Bu belə. Növbəti 22-ci suala baxaq, sonuncu sualdır. 7-də 2 bölünsün 7. 7-nin məxrəcinə 1 ataraq sağlar. Və kəsilərin bölünməsində də birinci kəsir qalır, ikincini tərs çevirir. İxtisar getmədiyinə görə səhv yazdıq. Dəqiqə. Deməli, 7-də 2 bölünsün 7-yə, məxrəcinə 1 atsaq, birinci kəsiri saxlayırıq, ikincini tərs çevirir. İxtisar getmədiyinə görə məxrəci məxrəcə vuruq. 7-dən 49, sürəti sürətə vuruq 2-1-2. Cavabımız olur 49-da 2-yə bərabər. Vəssalam.